Salam hörmətli dostlar. Biz bu evimizi bir neçə dəfə çəkmişik. Bu bizim bir qazi qardaşımızın evidir. Keçən dəfə bu haqda mən məlumat vermişdim. Bu 44 günlük müharibədə bu biznesini qoyub getmişdi müharibəyə və gəldi müharibədən sağ-salamat Allahın izni ilə. Biz də burada bir ev yaratmışıq Allahın köməyi ilə. Gözəl və keyfiyyətli. Nəzərinizdə satırım ki, bizdə qazilərə yarı qiymətdir, amma bunu yarı qiymətdən də aşağı eləmişik. Şəhidlərimizə də bütün abidələr pulsuzdur. 29 şəhid abidəsi yığmışıq bugünkü günə qədər. Hava xoşlar olsun. Yenə də yəni şəhidlərimizin hansının abidəsi lazım programdan başına yığarıq inşallah. Bu evi də yaratmışıq. Allahın izni ilə qutarmışıq. Artıq bunu izə yekunlaşmaq üzrəyik. Şimdi oranı tek kocaman ben biraz bu haqda məlumat verim. Bakın elə bir yerdəyik ki sadəcə biraz relyef uyğun gəlmir çəkməyə. Amma gözəl bir yerdədir, gözəl bir məkandadır, Astaradadır. Baxın görün nə gözəldir. Yaratmışıq. Balyanslarımız qalmışdı, onlar da vurmuşuq. Daha doğrusu ustalarımız vurub. Gözəl və keyfiyyətli bir iş çıxıb meydana. Allah ordumuzu qorusun, Allah millətimizi qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, Allah Ali Baş Komandanımızı qorusun, yollarınızı gözləyir inşallah.